Doktor, mövsümi əməliyyat anlayışı nə dərəcədə doğrudur? Yoxsa bu sadəcə bir mifdir? Mövsümi əməliyyat anlayışı əlbəttə ki, tibbdə yoxdur. Tibb deyir ki, yəni cərrahi müdaxilə pasiyentin sağlamlıq vəziyyəti yerində olduğu qədərincə 365 günün istənilən günündə əməliyyat icrası mümkündür. Sadəcə bəzi pasiyentlərimiz var. Onlar deyək ki, məsələn, burun əməliyyatını yayın ortalarında eləmək istəmirlər və yaxud da bədən əməliyyatı sonrası geyiniləcək korsetlər və sairələr müəyyən qədər isti vaxtlarda diskomfort yarada bilir deyə çalışırlar daha sərin, daha mülayim hava şəraiti olan zamanlara salaq onların əməliyyatlarını. Və ümumiyyətcə isə istər qış olsun, istər yay olsun, bütün fəsillər boyunca əməliyyatların icrası ilə məşğul oluruq. Çünki bizim yanımıza bəzən xarici ölkələrdən gələn pasiyentlər ki var, onlar deyək ki, bizdə hava şəraiti isti olanda onlarda daha soyuq olur hətta. Yəni oradan gəlirlər, yenə isti əməliyyat və geri yəni soyuq şəraitə gedirlər. Yəni belə hallarla rastlaşırıq. Bu o demək deyil ki, əməliyyatın mövsümü var. Heç bir mövsümi xarakter daşımır. Sadəcə bəzi pasiyentlərimizin istəkləri, arzularına dolayı biz də onları nəzərə almağa çalışırıq və onlara uyğun ayları, günləri seçirik. Ümumiyyətcə bizdə əməliyyatlar öncədən planlaşdırıldığına görə hər bir pasiyent üçün onun iş qrafiki, onun vəziyyəti və gələcək üçün planına uyğun biz də plan qururuq ki, onun da deyək ki, əməliyyatdan sonraki masaj etapları var, bədən masajları var və yaxud da ki, əməliyyatdan sonraki burun bağlamaları və s. Bunların hamısı ardıcıl şəkildə növbələşdirilir.